Ateşkəs nağılları, erməni yalanları. Ötən 2 həftədən çox bir müddət maskalı siyasətin hər üzünü göstərdi bizə. Qulaqlar düz 27 il həqiqətə qapandı, əli qanlı qatillərin böhtanlarına göz yumuldu. Amma bugün ədalət Damokli qılıncı kimi Ermənistanın başının üstünü kəsdirib. Tək çarə taktiki geri çəkilmə adı ilə erməni xalqının başını qatmaqdır. Erməni səlahiyyətliləri 2 istiqamətdə geri çəkildiklərini açıqlayırlar. Savaş davam etsə, biz onların bütün ordusunu məhv edə bilərik. Dövlət başçısından əli qulağında olanlara daha bir mesaj. İnanmıram ki, herhangi bir ülke Dağlı Qarabağ tanısın. Çünkü bundan öyle bir saat geçmemiş bu ülkeyle biz bütün diplomatik ilişkilerimizi keseriz. Erdoğandan Azərbaycana dəstək mesajı gəlir. Minsk üçlüsü Amerika, Rusya, Fransa hala oyalama taktiğiyle bu işi geçiştiriyor. Müdafiə Nazirliyi Rəşadətdə Azərbaycan ordusunun azad etdiyi yeni ərazilərimiz barədə məlumat yayır. Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağasər kəndləri işğaldan azad edilib. Əskər əmlər, zabit əmlər bizim üçün şanı alın.